İnformasiya bələdçinin sizə mən olacağım Jalə Həsənli. Dünya gündəminə nəzər yetirək. Tayland və Kamboca bir-birini atəşkəsi pozmaqda ittiham edərək döyüşləri bərpa ediblər. Gərginlik ötən gündən başlayıb və tərəflər bir-birini ABŞ prezidenti Donald Trump'ın vasitəçiliyi ilə əldə edilən sülhü pozmaqda ittiham ediblər. Hər iki tərəfdə ciddi insan itkisi var. Eskalasiya da artır. Siyasi ekspertlər də hesab edir ki, gərginlik hələ ki müharibə səviyyəsinə çatmayıb, amma Çinin, Birləşmiş Ştatların və Fransanın bölgədəki maraqları toqquşduğu üçün gərginliyin tezliklə sülh fazasına keçəcəyini demək çətindir. Bəs nə baş verir orada? Nəyi bölə bilmirlər? Araşdırmışıq. Tayland ordusu bir nəfər əskərin həlak olduğunu, 8 nəfərin isə yaralandığını bildirib. Avia zərbələr nəticəsində Kamboca kompleksinə də ziyan dəyib. Tayland tərəfinin açıqlamalarında vurğulanır ki, dronlar məhz bu mərkəz vasitəsilə idarə olunurdu. Bangkok isə hava hücumundan daha çox dinc sakinin zərər gördüyünü bildirir. Təhlükəli vəziyyət yarandığından əhalinin böyük hissəsi yaşayış yerini tərk etməli olub. Amerika Birleşik Devletleri başta Orta Doğu olmak üzere askerlerini dünya üzerinden azaltmaya başladığını bizzat Donald Trump beyan ederek artık dünya nizamında Amerika aktif olarak yer almayacaktır sözüyle ortaya koymuştur. Kamboçya, Tayland barışında da Amerika'nın artık eski gücünde olmadığından dolayı çatışma tekrar başladığında hatırlatmak gerekir. Orta Doğu'da İsrail'i koruyacağız diyerekten varlığını sürdüren Amerika Birleşik Devletleri, Abraham Anlaşmaları süreciyle bu coğrafyada da barışlar süreci başladığını beyan ederek Orta Doğu'dan da askerlerini çekme hedefinin olduğunu açıklamaktadır. Bangkok, mübahisəli sərhədlərin bir neçə hissəsində Taylandın yenidən döyüşləri başladığını, Kambocanın bundan sonra cavab olaraq hava hücumlarına əl atdığını iddia edir. Maraqlı məqam odur ki, hər iki ölkə bir-birini Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın iyul ayında əldə etdiyi atəşkəsi pozmaqda ittiham edir. Bangkokda hesab edirlər ki, bu hərəkətlərlə Tayland Kambocanın hərbi imkanlarını azaltmaq və zəiflətmək niyyətindədir. Tayland hərbi hava qüvvələrinin açıqlamalarında isə Kambocanın ərazi üzrə ağır silahları yerləşdirdiyi və döyüş bölmələrini yenidən qruplaşdırdığı bildirilir. Bu da müşahidəçilərə görə eskalasiya riskini artırır. Cənub-Şərqi Asiya dövlətləri özünə tərəf seçir və bunu da qeyd etmək lazımdır ki, bölgədə Çinin, Birləşmiş Ştatların və Fransanın maraqları toqquşduğu üçün belə silahlı insidentləri biz tez-tez görə bilərik. Və bir əsrdən çox davam edən bu münaqişənin əsas səbəbkarı təbii ki, bilinmir. Çünki müstəmləkə siyasətindən qalan bu problemlər hər bir regionda mövcuddur. Ona görə də qeyd etmək lazımdır ki, Tayland və Kamboca arasında yaşanan bu silahlı insidentlər davam edə bilər. Ancaq müharibə fazasına çatması hələ ki real görünmür. Özellikle sınır bölgelerindeki tarihi ve dini binaların arazilerinde her iki tarafında hak iddia etmesi ve defalarca yapılan ateşkeslerin, barışların bozulmasına sebep olmuştur. Bundan sonra da çatışma sürecinin devam edeceği öngörülebilir. Zira özellikle tapınakların ve tarihi binaların etrafındaki arazilerde her iki ülkenin hak iddia etmesi, sivil toplum liderlerinin, kanaat önderlerinin ve milliyetçi siyasilerin şövenist duygularla halkı düşmanlığa sevk ederekten siyaset yürütmeleri, bundan sonra da çatışmaların devam edeceğini öngörmek zor olması gerekir. Qeyd edək ki, Kamboca ilə Tayland arasında həll olunmamış sərhəd məsələsi var. Silahlı münaqişənin yenidən başlaması kövrək atəşkəs rejimini və ölkələr arasında həll olunmamış ziddiyyətləri göstərir. Yəni, tərəflər arasında sərhəd demarkasiyası həll olunmadıqca, tərəflərin bu münaqişədən həm ərazi, həm də siyasi və iqtisadi məqsədlərinə çatmaq üçün istifadə etmə ehtimalı olduqca böyükdür. Görünən odur ki, bu eskalasiya fonunda tərəflər maraqlarında olan digər məsələləri də həll etməyə cəhd edə bilərlər.